Əziz şəhid ailələri, çox dəyərli şəhid anaları, şəhid ataları, hər birinizi salamlayırıq, əziz tələbələr. Artıq ənənəvi hal alıb ki, biz hər ay Mingəçevir Gənclər Evində neçə illərdir ki, şəhidlərimiz unudulmasın deyə zamanından, məkanından asılı olmayaraq igid qəhrəmanlarımızın xatirəsinə həsr etdiyimiz silsilə tədbirlərlə sizin qarşınızda çıxış edirik. Bugünkü tədbirimiz də Mingəçevirin 1994-cü il iyun şəhidləri və 44 günlük müharibə zamanı şəhid olan Məmmədli Məhəmmədin xatirəsinə həsr edilib. Əvvəlcə xahiş edirik, ayağa qalxaq və şəhidlərimizin xatirəsini bir dəqiqə sükutdan yad edirik. Azərbaycan Respublikasının dövlət himni səsləndirilir. Əvvəlcə çıxış üçün sözü Mingəçevir Gənclər Evinin rəsmi müəlliməsi Aynaz müəlliməyə vermək istəyirik. Salam əziz və hörmətli qonaqlar, hər birinizi salamlayıram mən də öz növbəmdə. Yəni mən açığı deyənəndə ki, bu tədbirdə bugün siz çıxış eləməlisiniz. Mənim üçün daha məsuliyyətli oldu. Çünki digər tədbirlərdə çıxış eləmək, burada çıxış eləmək kimi deyil. Bura daha ağır, daha məsuliyyətlidir mənim üçün sizlərin önündə. Əlbəttə ki, fikir, hisslərimi sözlə ifadə eləmək çətindir hər birimiz kimi. Çünki şəhidlərimizin ruhunu hər zaman dərin hörmət və ehtiram hissi ilə yad eləyirik. Belə deyək də, onlar öz ömürlərini bizim həyatımıza qurban verirlər, bizim gələcəyimizə qurban verirlər. O şəhidlik böyük bir zirvədir. Ora ucalmaq hər bir kəsə, hər bir oğula qismət olmur. Allah sizə böyük bir səbr versin, dözüm versin. Bizim də vəzifəmiz, gənclərimizin də vəzifəsi bu şəhidlərimizin xatirəsini hər zaman böyük hörmətlə yad edib, ehtiramını tutmaq və unutmamağa çalışmalıyıq və unutturmamalıyıq. Bizdən sonra gələn, necə ki biz indi 90-cı illərin, 91-ci illərin şəhidlərinə danışırıqsa ki, hardasa bir 30 neçə il bundan öncə olubdur. Bəli. İndən sonra da fərqi yoxdur. 100 ildə bundan sonra keçsə, neçə ildə ki, tarix dəyişməz olaraq qalır. Biz çalışmalıyıq ki, bax, bizlər, sizlər, bir estafet kimi bu daim olaraq, belə deyək də, daim yad olunsun. Heç zaman yaddaşımızdan silinməsin. Çünki biz bugün burada, bu şəraitdə oturmağımızı,
Hətta deyərdim, nəfəs almağımızı onların igidliyinə borcluyuq. Allah onların yerini cənnət eləsin. Allah sizə də böyük səbir versin, dözüm versin. Təşəkkür edirəm. İndi isə söz Mingəçevir İcra Hakimiyyətinin rəsmi nümayəndəsi Seymur Məmməd Hidayətova verilir. Salam, hər vaxtınız xeyir olsun. Dəyərli şəhid ataları, anaları, yoldaşlar, bacı qardaşlar, hörmətli tədbir iştirakçıları. Bugün mübarək cümə günüdür və eyni zamanda mübarək Ramazan ayı ərəfəsindəyik. Yəqin ki, oruç tutan ata-analar var, bacı qardaşlar var. Allah tutulan orucları qəbul etsin. Tutmayanlara da Allah nəsib etsin. Bəli, qeyd olduğu kimi biz bugün ənənəvi olaraq hər ay olduğu kimi bu ayda həm 1-ci Qarabağ müharibəsi, həm də Vətən müharibəsində torpaqlarımızın müdafiəsi, işğaldan azad olunması, eyni zamanda da ərazi bütövlüyümüzün təmin olunması uğrunda döyüşlərdə iştirak etmiş, canlı həyatını vətən uğrunda, torpaqlarımız uğrunda, azadlığımız uğrunda fəda etmiş şəhidlərimizi yad edirik. Onların ruhlarına dərin hörmət və ehtiramımızı bildiririk və eyni zamanda da ailələrə Allahdan səbir və dözüm diləyirik. Biz Azərbaycanda, Azərbaycan ölkəsində yaşayırıq. Hər birimiz üçün Azərbaycan doğma vətəndir, əzizdir, müqəddəsdir. Və ona görə də Azərbaycan Respublikasının vətəndaşı olaraq konstitusion bir borcumuzu yerinə yetirməliyik. Yəni, vətəndaş olaraq vətənin dar günündə əlbəttə ki, vətənə sahib çıxmalıyıq. Necə ki, bugün ruhları şad olsun hər birinin. O çətin bir gündə heç nəyə baxmadan bu döyüşlərdə iştirak etdilər, şəhadətə yüksəldilər. Qazilərimiz müəyyən dərəcədə sağlamlığını itirdi və təbii ki, veteranlarımız oldu, aydın məsələdir. Belə bir söz var, deyir, vətəndaşı olmayandan olmaz ölkə vətəndaşı. Həqiqətən də vətənə bağlı olan, vətənin o dərdinə, bundan sonra sevincinə şərik olmayan insan həqiqi vətəndaş ola bilməz. Biz bilirik ki, istər 1-ci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində, yəni Azərbaycan vətəndaşı olaraq müharibədə iştirak edən digər millətin nümayəndələri də oldu. Yəni etnik qruplardan ibarət insanlar oldu. Ancaq onlar Azərbaycan Respublikasının vətəndaşı olduqları üçün o torpaqların müdafiəsi uğrunda, eyni zamanda işğaldan azad olması uğrunda döyüşlərdə iştirak etdilər. Yadınıza salaq, 1992-ci ildə ANS-dən səhv eləmirəmsə, Mirşahin Ağayev Albert Aqarunovdan tankın üstündə müsahibə götürür. Deyir, adın nədir? Deyir, Albert. Deyir, hansı millətin nümayəndəsisən? Deyir ki, Yahudi. Deyir, bu Yahudi millətini bu döyüşlərdə iştirak etməyə vadar edən nədir? Deyir, mən bu torpaqda doğulmuşam, burada yaşayıram. Ona görə də bu müharibədə axıra qədər iştirak edəcəm. Demək ki, milliyyət önəmlidir. Əsas doğulduğun ölkənin, belə deyək də, vətənin vətəndaşı olasan. Biz hamımız bu ölkənin vətəndaşı olaraq əlbəttə ki, vətənimizi sevməliyik. Onun üçün, onun çətin günündə həmişə onun yanında olmalıyıq. Onun qanunlarına, eyni zamanda dəyərlərinə hörmətlə yanaşmalıyıq. Ruhları şad olsun hər birinin və heç zamanda onları belə deyək, unutmamalıyıq, daima qəlbimizdə saxlamalıyıq. Sağ olun. Təklif edirəm ki, inşallah filmimizi izləyək, ondan sonra digər çıxışlara yer verəcək. Xatirəsinə
həsr eləmişik. 6 ay gece yatanda da o da görürdüm. Her gece yatanda da yuxuma gelirdim. Suyun altında, qarın altında. Açıra gidildiler hemen günü. Hemen günde de kardeşimin şəhid cənazəsini gətirdiler. O gedəndə çox pis oldu. Mənim ürəyimə dammış nəsə bir şey olacaqdı, çox. Akşam içine geldiler, bir de Mehmet geldi. Bir de bacım güzel geldi. Kızım, akşam bile derler, doğru düşürdüler ki Mehmet'i sevdiğimi. Sevdiğim kabul bile geldi. Mehmet'i getirdiler. Həqiqətən çox çətindir bu kadrlardan sonra çıxış eləmək, danışmaq. Mən 90'ın şəhid ailələrindən hər dəfə danışanda da şəkil, video o dövrdə olmayıb deyə biz onlar haqqında kliplər hazırlaya bilmirik, təəssüflər olsun ki, əlimizdə elə material olmur və ona görə yəni o dövrdə o yox idi da, bir 30 il bundan qabaq. Allah hamısının ruhunu şad eləsin. Çıxış eləmək üçün sözü burada da ən çox biz buna diqqət edirik. Mən biraz həyəcanlandım. Klipə də indi baxıram, bilirsiniz, sizlə bərabər izləyirəm. Pünhan müəllimə çox təşəkkür edirəm. Həqiqətən çox təsirli hazırlamışdı. Auditoriyamızda ən çox tələbələr iştirak edir. Mən də istəyirəm ki, gənclər bu tədbirlərdə iştirak edib şəhidlərimizi tanısınlar. Və bunun üçün də əziyyəti çəkənlərdən biri Mingəçevir Dövlət Universitetinin baş müəllimi, psixoloq İlhamə müəllimə İsmailova burada iştirak edir. Çıxış eləmək üçün ona söz vermək istəyirəm. Gəlsin, çıxış eləsin. Başda şəhid ailələri olmaqla hər bir tədbir iştirakçını salamlayıram. Doğrudan da bu kadrlardan sonra yəni danışmaq həddindən artıq çətindir. Bir tədbiri yola verib gəlmişik. Yəni tədbirimiz Aygün xanım da orada idi. Bizim bir layihəmiz var idi. Qazilərlə əlaqədar layihə idi. Mingəçevir Dövlət Universitetində biz son təqdimatımızı elədik. Mən o kadrlara baxdıqca, o Məhəmmədin həyatına baxdıqca tam yəqinlik insanda hasil olur ki, heç kəs öz həyatını özü seçmir. 90-cı ildən bu yana mən şəhid mövzusu mənim həyatımda qırmızı xətlə deyim, qara xətlə deyim, keçib. İlk şəhidlər kitabı da bizim evdə yazılıb və şəhid mövzusu da mənim həyatımda belə deyim də ən kədərli bir hadisə ilə yekunlaşıb. Amma bu günlərim mən geri dönüb öz həyatıma baxıram və hardasa o təvazökarlıqdan uzaq olsun, qürur duyuram ki, yaxşı ki mən, yəni Allah Taala mənə bu həyatı, bu taleyi yazıb ki, mən yəni şəhid mövzusunu başa düşürəm. Şəhid nədir, onun dəyərini başa düşürəm. Və çalışdığım qədər də indi burada auditoriya biraz dəyişir. Şəhid ailələri həmişə buradadır. Şəhidə dəyər verən yəni bir qrup adam var ki, onlar da buradadılar. Amma auditoriyada tələbələrimiz dəyişir. Mən keçən semestr yola saldığım qrupları yox, yeni qruplarımı dəvət eləmişəm. Məqsəd də nədən ibarətdir? Məqsəd ondan ibarətdir ki, gələcək nəsil bunu dərk eləsin. Bax, burada yaşanan hisslər mən bilirəm ki, o uşaqların ruhiyyəsinə təsir eləyəcək. Onlar başa düşəcəklər şəhid kimi. Çünki şəhid doğrudan da seçilib. Biz Məhəmmədin həyatında orada yazdığı o məktublarda, onun gündəliyi də hər bir şey sübut eləyir ki, bunlar doğrudan da seçilib. Və hər birinin taleyi hardasa oxşardı, hamısının xarakterində oxşarlıq var. Hamısı, yəni bu artıq sübut eləyir ki, bunlar doğrudan da seçilib. Allah dərgahında da yüksək mərtəbədədirlər, yəni təskinliyimiz odur. Mən qazilərlə iş apardıq, psixoloji iş apardıq və onlar da canlı şahiddirlər. Hər onlar danışdıqca, o yoldaşlarının, o şəhid olan yoldaşlarını xatırladıqca mən gördüm ki, onlar nələr çəkir. Yəni çox çətin idi. Bilirsiniz, biz pasientlərlə işləyirik, amma o qazilər, o müharibəni görmüş adamların o ağır travması ki var, onlar onu ki ifadə eləyirlər, görür ki, doğrudan da yəni
həddindən artıq çətindir. Onlar üçün də çətindir. Bu günlərim onlar o müharibənin yaralarını öz əzalarında çəkirlər, öz həyatlarında çəkirlər. Yəni bugün orada iştirak edən tələbələrimiz də onlarla müəyyən söhbət apardılar, suallar verdilər. Biz bunu istəyirik. İstəyirik ki, onların keçdiyi o şərəfli həyat yolunu, şəhidlərimizin taleyi ilə bağlı məsələləri qoy əks eləsinlər, özlərində yaşatsınlar. Sonra bunu davamlı surətdə nəsildən nəsilə ötürsünlər. Çünki şəxsiyyət formalaşdırmaq çətin məsələdir. Yəni bu günlərin biz kimin nümunə göstərə bilərik? Ən gözəl nümunəmiz bizim şəhidlərdir, qazilərimizdir. Ona görə də yəni tələbələrə üst tuturam, o yaradıcı tələbələrə. Yəni çalışsınlar ki, bunların həyatını yəni davamlı surətdə onlar haqqında yazsınlar. Yəni gücləri çatdığı qədər yəni bunu gələcək nəsilə çatdırsınlar. Bugün 11 nömrəli məktəbin müəllimlərini görürəm burada, salamlayıram onları. Yəni məktəb müəllimləri, məktəblərdə xüsusi işlər aparılmalıdır. Biz bu filmlər çəkilir, mən də bu uşaqların yanındayım, bilirsiniz. Amma bu təkcə yəni YouTube kanalında yayımlanır. Baxış sayına da baxırsan, yəni heç xoşa gələn deyil. Yəni çalışmaq lazımdır ki, məktəblərdə də bu filmlərin təqdimatı getsin. Orada da şagirdlər bu filmlər haqqında tanış olsunlar. Bir də bizim axırıncı tədbirimizdə bilirsiniz ki, Şahin adında şəhidimiz Mingəçevir torpağına gəldi, yəni itkinimiz tapıldı. Burada mən elə bilirəm ki, analar ki, burada xeyir dua verdilər ki, ay ana sənin oğlun tapılsın, elə bil ki, Allah dərgahında bu eşidildi. İndi Ramazan ayıdır, xahiş edirəm şəhid analarından ki, digər itkinlərinizin tapılması üçün də dualar eləyək. Siz Allaha yaxın adamlarsınız, Allahın seçilmişlərisiz, yəni şəhid valideyni olmaq özü həm qürur vericidir, həm də Allah tərəfindən seçilib bu, yəni hər adama da müəssər olunur. Ona görə də sizin yanınızda olmaq böyük şərəfdir, sizin tanımaq böyük şərəfdir. Allah hər birinizdən razı olsun, təşəkkür edirəm. Qeyd olundu ki, şəhidimiz Məhəmmədin təhsil aldığı 18 nömrəli məktəbin müəllimlərindən, mənim də müəllimələrimdən burada iştirak edənlər var. Mən də o məktəbdə təhsil almışam və həqiqətən çox qəribə bir həyatdır ki, bəlkə də dəfələrlə mən ondan üzbəüz gəlmişəm, düzdür o az yaşda olub, amma yəni tanımamışam. Həyat belədir ki, bir neçə ildən sonra yəni onun tədbirini bugün təşkil edirik. Sənubər müəllimə var, Fərqanə müəllimə, Xatirə müəllimə, indi kim əgər çıxış eləmək istəsə, xüsusilə əgər Məhəmmədə dərs deyən bir müəllimələrdən kimsə yaxınlaşsınlar bura. Xoş gördük hər birinizi, əziz analar. Mənim üçün çox çətindir bunu danışmaq. Mənim üçün Məhəmməd nəinki şagird, həm də biz ailəvi get-gəlişdə olmuşuq. Heç cürə danışa bilmirəm, bir dənə onu deyə bilərəm. Çox fəxr olması balaydı. Yəni, bayaqdan izləyirik, həqiqətən etmək çox çətindir. Təkcə məktəbdə o, hər işə, hansı işə buyururduq, o qaça-qaça, sevə-sevə gedirdi hər işin və həmin belə deyim də, verdiyimiz tapşırığı layiqincə yerinə yetirirdi. Yəni, heç bir işin arxasınca eləmərəm, eləyə bilmərəm deyə bir şey yox idi. Yəni, hər birimizin fəxrimizdir, biz ona fəxr edirik, qürur duyuruq. Hər birimizə borc bilirik ki, biz hər dəfə, hər il onun adını belə deyim, layiqincə yerinə yetirək. İnşallah balaca Məhəmmədimiz onun layiqincə adını yerinə yetirər. Məhəmməd kimi fəxrli bala olar. Təşəkkür edirəm hər birinizə, həqiqətən çox çətin. Şəhidimiz Mehdinin çəkilişində
onun adını daşıyan belə deyək, nəvəsi çıxış eləmişdi. Amma burada şəhidimiz Zahid Zamanovun da adını daşıyan belə deyək, bacısı oğlu iştirak edir. O çəkilişə gələ bilməmişdi. Bir neçə kəlmə sizə söz vermək istəyirik. Hər kəs salamlayıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanlar cənnət olsun. Mən daim da 94-cü ildə vətən uğrunda Kəlbəcər istiqamətində qəhrəmancasına şəhid oldum. Yəni mən özüm sülh dövründə hərbi xidmətdə olmuşam. Yəni mən şəhid olanda müharibə olmayıbdı. Bugünkü gün yəni müharibə olsa, yəni canla başla vətən üçün, yəni millətimiz üçün canından keçməyə hazıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Yəni, onların sayəsində yəni, bugünkü gün biz yəni, buradayıq. Sağ olun. Bununla da bu ayki tədbirimiz yekunlaşır. Pünhan müəllim söz vermək istədim. Danışmaq istəmədi. Çox təşəkkür edirəm həqiqətən klip üçün də. O öz sağlığında o musiqini ifa eləmişdi deyə elə klipin də o musiqi ifası altında hazırladıq. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Allah şəhid ailələrinə, analarına, atalarına səbirlər ihsan eləsin inşallah. İnşallah Allah ömür versə gələn aylarda növbət tədbirlərdə görüşərik. Var olasınız.